heç o biri ümmətlər peyğəmbərlərini də tanımırlar. Tanısaydılar birdən, bütün peyğəmbərlər Kərbəlanı ziyarət edib. Bunlar da eləyərdilər də. Və bir dənə də mən ziyarətlə bağlı bir şey deyim. Qəribə bir anlamdır bu. Bilmirəm necədir. Mən belə başa düşürəm də, başım boş da olsa belə başa düşürəm. Görürsən bir nəfər Kərbəlaya gedir, məsələn deyirlər, görürsən maşallah filan kəs də Kərbəlaya gedir. Heç kim Kərbəlaya dəyər verə bilməz. Kim gedərsə dəyər tapar. Kimsə Kərbəlaya dəyər verəməz ki. Van Dam Kərbəlaya gedib, götsün də. Van Dam Kərbəlaya gedəndə bir Kərbəlanın fəziləti artır. Kim Kərbəlaya gedəcəksə dəyər tapacaq. Filan Hristiyan alimi Kərbəlaya gedib. Hristiyan aliminin peyğəmbəri orada dizin sürünüb. Bu fərqli, bu qeyri-adi bir iş deyil ki. O getsin, fəxr eləsin, sevinsin ki, Allah mənə qismət elədi, getdim orada. Xomeyni rəhmətullahi aleyh buyururdu ki, İslamı olduğu kimi tanıttıra bilsək, dünyada müsəlman olmayan qalmaz ki. Dünyada müsəlman olmayan qalmaz. Hamı İslamı qəbul eləyər. Məsələ budur, biz tanıttıra bilmirik. Niyə? Çünki daha indi bilmirəm, nətər deyim. Bu İslamın təmsilçisi mənəm, bu İslama millət necə gəlsin? İslamın təmsilçisi mənəm. Eybi yox, bunların hamısını mənə deyirəm, amma eləmirəm, Allah da şahid eləmirəm, sonra buna da vedirə bağlamasınlar. Çıxıram bayra söyüş söyləyirəm. Mənəm də İslamın təmsilçisi. Mənəm də namaz qılam. Çıxıram bayra haram yeyirəm, çıxıram bayra sələm verirəm. Çıxıram bayra nəşə çəkirəm, çıxıram bayra pivə içirəm, çıxıram bayra nəşə satıram. Çıxıram bayra bırın gedirəm, çıxıram bayra qulaq gedirəm, nə bilim nə gedirəm. Mən İslamın üzüyəm də məsciddən çıxıram axı, mənə namaz qılan deyirlər axı. Qıraqdan baxan da baxır ki, budur da məsciddən çıxan. Gəldi məscidin qabağında paketi verdi ona, o da o birindən aldı, çıxdı getdi. Budur da namaz qılan da bu İslamın, yəni bugün dindarlığın görkən üzüdür də bu. Dindarlığın görkən üzüdür də bu. Deyirlər ki, bu da namaz qılan belə.